Elə bir şəxs ola bilər ki, o mənim bibim deyil, amma qadının səmimiyyətinə güvənərək ona bibi deyə xitab eləyirəm. Ona xanım desəm, bəlkə də xətrinə dəyəcək. İnanırsınız, bu kimi vəziyyətlərdə qaşqabağını tökən, üzünə buludlar çökən insanlar var. Mənə niyə xanım dedi, mənə niyə bəy dedi. Ona xoşdur ki, sən ona əmi deyəsən, dayı deyəsən, bibi deyəsən. Elə adamlar var ki, sən onunla rəsmi münasibətdəsən, xanım və bəy burada məqbuldur. Və ya tanımadığın bir adamdır. Tutaq ki, yolun kənarında bir nəfər dayanıb, sən ona sual vermək istəyirsən. Yaxınlaşmısan, bəy, deyərsiniz zəhmət olmasa, filan nömrəli avtobus buradan saat neçədə keçir. Bu çox qurudur. Qardaş desən nə gözəl olar. Fərqi yoxdur da, sizin aranızda nə qədər yaş fərqi var və yaxud da ki, onun statusu necədir, bəlkə o ümumiyyətlə dayanacaqda başqa bir səbəbdən durub, avtobus gözləmir, bəlkə də hansısa bir şirkətin rəhbəridir, nə olsun? O şirkətin rəhbəri ilə mən eyni ofisdə işləsəydim, qardaş deməyim düzgün deyildi. Bu subordinasiyanı pozmaqdır. Amma mən küçədə tanımadığım bir adama müraciət eləyirəm. Bu zaman ona qardaş deyə bilərəm. Bəzən mənə də yolda kimsə tanımayanda, bacı deməz siz filan şey hardadır ya filan yerə necə getmək olar? Bu mənim xoşuma gəlir.